Salamlayıram sizləri, məşəsində Seyid Hüseyn. Azərbaycan Konferans Liqasında günün sonuncu maçı. Bu arada maçda hesabatçılar Aqil tərəfindən Xara Bülbül və Ultra komandalar bildirəcəkdi. Artıq ilk saniyələrdə Xara Bülbül komandasından qol gəlir. 1-0. Namik. İntiqam. Daha bir zərb endirildi. Cəlal dəf edir zərbəni. Aqil. Cəlal. Riskli hərəkətlər. Ruslan. Pauza elədi. Geriyə çəkildi. İndən Cəlal. Adil. Bir daha Cəlal. Ruslan. Adil. Müdafiədən çıxmağa çalışır Xara Bülbül. İndən Ruslan. Bir daha Adil. Aqil. İsmail. Orada topu itirir amma təzyiq davam edir ondan. Out. Arzu olmaz Fincətdə intiqamdan uğurlandı. Zərbə endirir və top oradadır. 1-1 tarazlıq bərpa olunamazsa intiqam tərəfinə. Aqil. Adil topladı. 2 nəfərin atəsində ötürməsini etdi. Alt Ultran. İntiqam. Namik. Əşəsə doğru. Kapitan topladı Emil. İntiqam. Ramilin ötürməsini Emil dəqiq sərf endirə bilmədi. Adildən sağsına ötürmə. Aqil. Adil oynuyor. Zamik. Ruslan. Yeniden Zamik. Qalkiperlə oynadı yanda. Müdafiənin arxasına doğru ötürmə. Adil üçün saxlamışdı əslində topu. Hazır deyil bu ötürməni qəbul etməyə və out. Saxla bir. Nə? Adil. Adil. Top. Qapıdan yan keçmir. Yox. Top qapıya daxil olur. 2-1. Yanlıq. Pauza verdim. Top necə daxil oldusa. Mən hiss etmədim rəsmən. Etirazlar var hakimə. Etirazlar niyədir?
Aslan. Zamik qarşılayıb ötürməni. Zamikdən sürmə uğursuz alınır. Aslan. Emil. Yeniden Aslan. İntiqam. Cəlal ayaqsa ayaqda qapısında. Out. Hava ötürməsi Emil'i yüksəldi, lakin başla sərfə endirə bilmədi. Qalkiper Cəlal top oyuna daxil etdi. Adil istiqamətində Aslan onun rahat topu qəbul etməsinə aman vermədi. Namik. İndi top itişdi Namikdən. Sahib vaxtında çıxır qapısından, tərk edir. Müdaxiləsini də vaxtında eləyir. Agil. Cəlal. Adil. İsmail'da top. Zami. Riskli ötürmə. Bax, indi top itkisi var onlardan. Aslan. Zami'nin ötürməsi. Adil. Adil intiqama qarşı qaydan pozub. Öyle de meselesi değilim, özür deyişəm. Sozla ötürmə, lakin top meydan tərk etdi out. Ara ötürməsi Adil və dirəkdən top meydanı tərk etdi. İntiqam. Emil'i düşmüşdü. Zamikdən kesmədə ötürmə Adil. Ramil əksüsüm indi ultra komandasına Emil'i sıyrıldı Zamikdən. Baxdı qapıya indirir zərbəni. Cəlal yaxın gücü bağlamışdı. Və out. Hüseyin. Dönər Uslana. Daha bir out. Xarif bir yerinə yetirəcək. Cəlal. Zamil. Hüseyin Manaflı. Pauza elədi. Yanında Zamiklə oynayır. Bir daha Hüseyin. Hüseyin və sahib. Qapısında ayaq sayıqdı. Korner. Top yenidən qalır Küperdə. İndi top Adilin önünə düşdü. Tamam ötürmə Agil'i. Agil bloklandı zərbəsi. Out. Ani oldu epizod. Gözləmədik heç Adilin top önünə düşəcəyini. Adilin qolu kimi elə. Aslan. Keçmədə ara ötürməsi.
Adil. Sağsına ötürmə Ruslan. Ruslanın zərbəsi qüvvətli, lakin qeyri dəqiq. İntiqam. İntiqam zərbə mövqeyi axtarırdı. İndirdi zərbə, amma top çəsvən üzərinə keçir. Hüseyin. Agil, Zamil oynadı. Cəlal. Aslan. Evet, Hüseyin Aslan'a qarşı qayıdan Fazov. Foul. İntiqam topun gerisindədir. Zərmə zərbəsini yerinə yetirəcək. Ultra komandası. Canlı set qurulur. Şarə Şərif, İntiqam yaxınlaşır. İntiqam təhlükəli zərbə idi, lakin Cəlal diqqətlidir qapılar. Korner. Davir ötürməsi İntiqam ram etdi. Bloklandı zərbə. Davir üçün zərbəsi digər cinatla. Out. Ramil'in zərbəsi də bloklanır. Növbəti korner. Aslan. Aslan Zamil'dən keçmədi top. Agil. Boş taraflara ötürmə etməsini tabanla oynadı. Davir tabana ötürməsi Hüseyin'dən. Adil. Kesmir ötürmə. Zamil. Hüseyin. Zamil. Cəlal. Ruslan paralel ötürmə. Zamil'dən tək toxmuşdu. Agil sürətləndi, amma çata bilmədi topa. Ramil canaha yaxşı dəyişir. İntiqam bir pauza. Rabbola zərbəsi. Gözür qol imza atır İntiqam. 2-2. Ricardo İntiqam. Adlandıraq ona. Adil. Bir reyt uğurludur. İndirdi zərbəni və Adil çox çəkmir cavab gəlir ondan. Dubl imza atır. 3-2 tarazlığı pozdu. Mavinin ötürməsi diagonal şəkildə, amma ünvansız. Hüseyin. İntiqam. Zərbə indirdi, Qalçıpes dəf etdi zərbəni. Sarı Vərgəz Zamil'in pasını.
Ati. Agil. Ara ötürməsi sahib. İşini yayındırmadı. Bir toxmuş var idi orada topa da. Adil. Bitirmədi topu Adil. Agil oynadı. Ara ötürməsi. Hüseyin Malafı. Top orada. 4-2. Qara Bülbül fərqi işi topa çatdırır. Ötürmələr çox yaxşı alındı hücum. Gözəl qurulur və sonluqda elə qol yaraşardı bu hücuma. İntiqam. Yaxın küncə zərbə Cəlal yenə də dəf edir. Əks hücum indi Qara Bülbül komandasından uğursuz alınır. İntiqam yox. Yenidən top Agillə. İntiqam. İntiqam. Əhsən İntiqam. Tam bilə bilmədim orada faul var yoxsa yox. Davam etdirmədi. Həm də əlverişli bir fürsət var idi əlində. Əhsən. Alqışa layiq hərəkət. İntiqamdan. Out. Atayım. Arif. Cəlal. Hüseyin. Yenidən Arif. Hüseyin Malafı. Sağ sınaha. Ruslan. Aslan. Toprağın ildə təhlükəli gələ bilər. Üçə şanslıqla yaxalayıblar rəqiblərini. İntiqam niyə qoşulmalı hücuma? Ona başa düşmədim. Üçüncü oyuncu o idi. Qoşulmalı ama. Kapitan özü keçib qapıya. Emil. Ultra komandasında. Yox, çıxa bilmədilər əks hücuma. Hüseyin. Agil. Adil zərbə endirdi və korner. Malafla. İntiqam. Sağ sona ötürmə. Namik. Namik. Bir dəqiq zərbə endirir. Adil. Keçdi bir rəqibin Adil. İkinci rəqibində keçir. Adil zənnimcə hakimə baxdı. Orada qayda ponçu gözləyirdi. Aslan. Gəlişinə qüvvətli zərbə Emil dəf edir. Rami. Namikdən solsuna İntiqam. Buna keçmədi. Aslan. Çıxdı müdafiədən Ultra. Aslan zərbə qapının üzərindən keçir.
Namikdən top meydanı tərk etdi. Hüseyin Malaflı. Ruslan, yaxşı çıxdı müdafiədən Xarə Bülbül. Agil, cinahda yaxşı dəyişir. Adildən ötürmə cəmi meydan sahasına ünvanı satmır. Bir qədər time-out ayrılırıq. Time-out yoxsunlaşdı. Yenidən oyuna davam. Aslan. Bir daha xatırladaq. Xarə Bülbül komandasının 4 hesabı üstünlüyü var. Ultra ilə mübarizədə artıq ilk sənə sonları yaxınlaşır. Yavaş-yavaş Emil ötürmə zamanı səhvə yol verdi. Agil. Hüseyin yenidən Agil. Ay. Bir qədər sərgəsiz ram etmişdi topu. İntiqam kesti bir rəqibini. Pauza elədi. Ramilin zərbəsi imkan vermir Cəlal. Agil Hüseyinlə oynadı. Hüseyindən zərbə gəlir. Emil imkan vermədi. Korner. Nə baş verdi? Top tora qovuşur. Hüseyin Malaflı gözəl qola imza attı. Birbaşa kornerdən. Top meydanı tərk etdi. Rəfə zərbə qapının üzərindən keçir. Hüseyin, Arif, Cəlal, Hüseyin Malaflı. Sağ ötürmə etdi. Cərimə meydan sahasına bir ötürmə. 50 oyun var idi. Hakim saxlamadı oyunu. Artıq top Ultra komandasındaydı deyə. Yəqin ki. Sahib. Ötürmə qarşılanır. Out. Cəlal, Arif, yenidən Cəlal, sağ zınaha, keçmədə ötürmə, Ramil, imkan vermir Cəlal, yenə də daha bir zərbə, bu dəfə kapitan Arif, blok qoymuşdu, üçüncüdən zərbə. İsmail. Hüseyinlə gözəl hərəkətlər, amma itirdi topu. Və belə ilə Hakim də ilk hissəni yekunlaşdırır. Qısa fasilədən sonra ikinci hissədə görüşmə ümidi ilə. Hələlik. Bir daha vaxtınız xeyir olsun əziz futbol severlər. Artıq maçda ikinci hissə start götürür. İlk hissəni Xarə Bülbül komandasına 5 üstünlüyü ilə yekunlaşdırdıq. Ultra komandası ilə mübarizədə baxaq görək. İlerleyen dəqiqələrdə hesab dəyişəcəkmi və ikinci hissə başlar-başlamaz Məsələ Hüseyin Malaflı 6-2 edir hesaba. Namik. İntiqam. Diakanla ötürmə etdi. Sahib başla zərbəsi uğursuzdur.
İsmail. Cəlal, riskli, soyuqqanlı və inamlıdır özünə. Arif, sağ sanağa ötürmək, İsmail. Çarpazlar bir ötürmək gəldi, Arif, Agil. Keçmədə ötürməsi əktimad çıxacaq, indi ultra komandası sahib. Pauza etdi. İntiqama ötürməsi atmır. Hüseyin, Cəlal. Ruslanla oynadı. Ruslandan diaqam ötürmə, Agildən tək toxunuşlu, lakin rəqibinə gedir top. Aslan. Ultra komandasına hücum əmləsi izləyə bilərik. İntiqam topladı. Sahib. Və out. İntiqam zərbəsinə bloklayır. Uzun ötürmə, Ramil, Aslan. Qolu gətirəcək bir toxunuş olmadı Aslandan. Ara ötürməsi Hüseyin Manaqlıqdan gözəl fikir idi. Lakin İsmail'in bir qədər sürətini hesablamamış ötürməkdir. Ramil endirdi zərbəni, yaxın günc bağlanıb, daha bir zərbə bloklanır, out. Ramil və top orada. 6-3. Fərqi 3 top enir. Out. Sahib. Cinaha dəyişir. İntiqam sıyrılır bir rəqibindən qüvvətli zərbə dirəkdən top meydan tərk edir. İsmail. Aslan top aldı ondan. Ultradan hücum. İntiqam uzaq 9'luğu düşürmüşdü top. Çərçivədən azalcıq fərqlə yan keçdi. Adildən top işi. Aslan. Aslan və top orada. 6-4 edir hesabı. Fərq 2 top enir. Hüseyin, Adil. Top qapıdan yan keçir. İntiqam. Müdafiənin arxasına doğru gözəl ötürməyə eləyir. Sahib. Zərbəsi auto yollandı. Arkaya bak. Arka. Kaptın ya bağlıydı. Hüseyin Malaflı. Aslan qarşıladı ötürməni. Aslan öz zərbə endirir. Cəlalın üzərinə gəlmişdi top. Out. Agil. Zamil.
Out. Adil. Sol cinahda Agil. Çətin vəziyyətdədir orada. Əmsalda out qazandı. Maç bir qədər sanki sakin keçir. Və daha bir gol. Hüseyin Manaflı. 7-5. Hüseyin'i itirdi bir anlıq. Yaxın rakursla tapa bilmədi. Ceyhan ötürmə Ruslan. Ruslan, Emil qarşılıyor. Axsıyır sanki Emil. Zədəlidir. Ehtiyat oyuncusuzlar. Divar pası uğurlandı. Tabanla ötürmək Hüseyin Manaflı. Oy, gözəl hücum, amma bir dəqiq zərbə. Adil. Hüseyin'le oynadı. Manaflı. Out. Qapıdan zərbə. Tamam. Cəlalın ötürməsi, Ruslan. Müdafiədən çıxdı Xara Bülbül. Çarpaz ötürmə, Agil. Öz nahil oynadı Adil. Özü zərbə düşüncəsi var idi, amma qapısı imkan vermir. Ruslanla gəlişinə zərbə və top ordadır. 8-4. Fərq 4 topa qalxır. Aslan. İntiqamla oynadı. İntiqam. Türmə sol cinaha, yox, çatmadı ünvana. Cəlal. Qapısını tərk edib. Namiqə qarşı Cəlal qaydana pozur. Birbaşa qapını nişan almağa çalışdı İntiqam, amma top qapıdan yəni keçir. Aslan. Keçmədən ötürməsi. Adil. Hüseyin, Agil, Manaflı, Zamik. Aslan, əşdücüm ultradan. Öz nahil oynadı İntiqam. İntiqam və Cəlalı yaxın küncü tamamilə bağlamışdı. Ruslan topla. Xara Bülbüldən hücum. Adil reydlər uğurlu alındı. Emil.
Və intiqam zərbəsi. Tora qovuşdu, 8-5 edir hesabı. Fərq yenidən 3 top enir. İntiqam tərəfindən. Son 10 dəqiqə. Ati ilə divar pası Hüseyndən. Uğursuz cəhd. Aslan. Aslan zərbə qapdan yan keçir. İntiqam. Türməsinə etdi. Aslana çatmadı top. Ramil. İntiqam top meydanda. Ramil. Yenidən intiqam. Keçdi bir rəqibini. Arif isə yenidən təzyiq göstərdi ona. Xara Bülbül indi hücuma çıxacaq. Adil. Agil ilə oynadı. Hüseyin yenidən Adil. Bir daha Agil. Ultradan hücum 2-2 gəliblər. İndi Aslan da qoşuldu. 3-2 oldular. Ramil. Cəlal dəf edir. Hücum davam edir. Aslan bloklandı onun zərbəsi. Dabir Reyd. Növbəti zərbə və 8-6. Fərq 2 topa inir. Aslandan daha bir gol. Sanki Xarı Bülbül komandası bir qədər rahatlaşdılar hesabda öndə olarkən. Bu rahatlıq artıq onlara get-gedə baha başa gəlməyə başlayır. Qollar görürlər qaplarında. Ramil. İntiqam. Zənnimcə yavaş-yavaş tempo artacaq. Korner. Çünki artıq hesab fərqi azaldıqca tarazlığı bərpa edib geri dönüş həmlələri, təzyiqləri daha çox olacaq. Ultradan Xarı Bülbül isə özünə gəlmək üçün, həmçində sürətli əks hücumlarda rəqiblərini yaxalamaq üçün çalışacaqlar. İntiqam. Başla zərbə endirir. Refleks yaxşı alındı Cəlaldan. Məsafəyə yaxın idi. Ani gələn zərbə. Uğurlu cəhd idi ondan. Adil. Arzu olunmaz fin cəhdi. Uğurlu alındı. Alt qazandı Adil. Hüseyin yenidən Adil. Çətin vəziyyətdədir bir qədər. Sahib uzaqlaşdırdı top meydanı. Cəlal. Hüseyin. Türmə keçmir. İntiqam. Sıyrıldı bir rəqibindən intiqam. Daha bir reyl gəlir meydanında saxlaya bilmən topu. Təxminən son 5 dəqiqə. Beş dəqiqə yarım uzağı. Akil. Niyə lən getdi hücuma? Hüseynin önünə doğru. Sağ sınağa. Emil var qarşısında onun. Akil. Lindən Hüseyinlə oynadı. Türmə sağ sınağa. Malaflı isə topu havaya qaldırıb zərbə indirmək istəyirdi. Bax, belə bir zərbə indirmək istəyirdi. Və az öncə uğursuz alınsa belə, bu dəfə uğurlu alınır, lakin top çərçivənin üzərindən keçdi. İntiqam.
İntiqam uzaq altılığa indirdiyi zərbə tora qovuşur. Fərq bir top olur. 8-7. Adil. Emil var qarşısında. Adil bloklanır zərbəsi. Korner. Son dəqiqələr dramatik keçəcək. Fərq bir top. Bir tərəfdə geri dönüş etmək üçün çalışan Ultra. Bir tərəfdə isə üstünlüyünü qorunmağa çalışan və artırmağa çalışan Xarı Bülbül deyəcəkdik ki, elə məhz Xarı Bülbüldən cümləmizi tamamlamamış qol gəlir. 9-7. Son 3 dəqiqə yarım qalmış. Fərq yenidən 2 topa qalxır. İntiqam isə bəlkə Cəlalın başı qarışıqdır. Bir zərbə indirim mərkəzdən deyə yoxladı, amma qeyri-dəqiq zərbə olur. Adil. Uğurlu andır idi. Adilinho. Ronaldinho sayağı reyd. Korner. Aha. Qaptan zərbə. Korner deyilmiş. Adil dirəkdən qayıtdı top. Gəlişinə zərbə Adildən də qeyri-dəqiq bir zərbə olur. İntiqam. Ara ötürməsi. Ramil. Üçüncüdən zərbə. Aslan. Növbəti korner. 2 dəqiqə ərzində 2 qol. Gələrmi? Gələ də bilər. Az qalmışdı. İntiqam. Elə o qollardan birini imza atacaq da Cəlal imkan vermir. Əsas vaxtın bitməsinə 2 dəqiqə qalıb, amma hakimin kompensasiya edəcəyi dəqiqələr varmı? Artıq sual altındadır mənim üçün. İsmail. Out. Emil. Kapitan müdafiədən çıxartdı topu. İntiqam. Yenidən Emil. İntiqam. Emil oynadı. Emildən zərbə qapının üzərindən keçir. Uslandan sahasına Arif. Hüseyin. Adil Ruslanla oynuyor. Agil öktəni qoya bilərdilər, amma Eşricom indi Ultra komandasından 3-2 çoxluq təşkil edirlər. Ultra komandası ötürmədə gəldi. Ramil zərbə indirir. Son dəqiqələrdə fərq bir top inir. Son 1 dəqiqə bəlkə də. Aha, kompensasiya olunmuş dəqiqələr. Artıq olacaq. Əsas vaxtın bitməsinə az qalmışdı və Agil 18 etdi hesabı. İntiqamın hisslərini oynuyor. İntiqam. İntiqam və toxunuş var rəqibdən. Üçüncü zərbə. Təzəcə ümidlənmişkən Ultra yenə də fərqlənir. Xarı Bülbül komandası. Bu arada gülməyimi yanlış başa düşməsin Ultra komandası. Adilin intiqamla bildirdiyi ifadəyə öldürür ki, intiqamın hissləri ilə oynayıram deyir. Ara ötürməsi keçmədi Agildən. Üzr istəyirəm. Emil topladı. Yox. Aslan zərbə endirdi. Bloklanır. Emil hücum davam etdirəcək.
Kapitanların qarşıdurması var idi. Adil. İntiqam çatdırır özünü. Fol qərara gəldi. Emil. Arası olmaz fint çəkdi, amma sonuna qədər uğurlanılmadı. Top Ultra komandasında qarşısında Arif var Aslana. Yaxın küncə zərbə Cəlal. Yaxın küncdə diqqətlidir. Korner. Son hücum əmləsi. Ultradan. Ramildən zərbəyə qapdan yan keçir. Adil. İntiqam. Bax, indi son hücum ola bilər. Bəli. Hakim də baxdı saatına. Bitirmə zərbi meydansasına qarşılandı top. Bitirmək istəmir deyəsən hakim. Korner. Şans verir. İntiqam və top qapıdan yayın keçir. Bu zərbədən sonra da final fitili səslənir. Xarı Bülbül komandası 18 hesabı ilə Ultra komandası üzərində qalib gələrək 3 xal aktivlərinə yazılır və biz də reportajımızı bu maçdan sonra satırırıq. Oyun boyunca sizinlə mən idim şəhsinə Zeydər Hüseynli. Növbəti maçlarda və növbəti turlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.